Parazitologiya Mərkəzinin açılışı. Eşq olsun, uğurlarınız bol olsun Məlahət xanım. Fəxriyə xanım, sizi də xoş gördük. Xoş gəldiniz. Dəyərli ziyalılarımız, var olun, çox sağ olun ki, bu əlamətlər gündə bizimlə birgə olunuz. Parazitlərdən uzaq olun. Qoy həyatınızda ancaq və ancaq gözəl çiçəklər olsun, gözəl günlər olsun. Məlahət xanım, buyurun. Parazitologiya Mərkəzinin açılışı. Alqışlarınız. Uğur olsun. Alqışlarınızı seçdik. Biz bugün çok düşünürüm ki cəmiyyətimiz üçün vacib bir günü yaşayırıq. Ona görə ki, Məlahət xanım qəhrəmanova, hansını ki biz uzun illər tanıyırıq. Tibb sayəsində onun fəaliyyəti göz qabağındadır. Göz qabağında deyəndə mən nəyi nəzərdə tuturam? Məlahət xanım hər zaman etdiyi işlərlə, media vasitəsilə, dinləyicilərlə, tamaşaçılarla, izləyicilərlə bölüşür. Onları maarifləndirir. Əsas odur ki, onları maarifləndirir. Əsas odur ki, tibbin hansısa yəni ona aid, onun tutduğu istiqamətlərdə, məsəl üçün təbii məhsullarla müalicə və bugün də parazitologiya mərkəzinin açılışı bu çox vacibdir. Ona görə ki, bile demiyorlar ki, ne kadar çok cəmiyyətimiz sağlam olar, ne kadar ki çok cəmiyyətimizdə hansısa bir tibbi problemlərin həlli məhz öz ölkəmizdə, öz tibb məntəqələrimizdə həll olunsa, o qədər də çox düşünürəm ki, müsbət nəticələrimiz olacaq. Parazitologiya mərkəzi bu o deməkdir ki, bəli, insan orqanizmi üstündə təsvirlər olsun ki, immunitet düşəndə və ya başqa səbəblərə görə mikroorqanizmlər yaranır, hansılar ki, Məlahət xanım, orqanizmə doğrudurmu, çox fəsadlar yaranır. Yəni, bu problemi burada həll eləmək mümkün olacaq. Buna görə Məlahət xanım bildiyimə görə uzun illərdə araşdırmalar aparıb, yeni dərman vasitələri üzərində işləyib, onları icad edibdir. Bugün də mərkəz açır ki, xalqımız, kimdə ki, çox, yenə də deyirəm, bu problemlər yaranır, bu orqanizmdir, bu təbiətdir, istər-istəməz bu mövcud hallar yaranır. Ona görə gəlib burada çox gözəl peşəkar tibbi xidmət ala bilərlər, sağlam ola bilərlər. Biz hər zaman nəyi bir-birimizə arzu edirik? Can sağlığı. Bəli, can sağlığı. Yəni can sağlığını əldə etmək üçün mən düşünürəm ki, həkimlərimizə biz hər zaman borclu olmalıyıq. Bugünkü gün əlamətdar bir gündür. Belə ki, Qubadlının işğaldan azad olunduğu bir gündür və Cənab Prezidentin sərəncamı ilə bütün o şəhərlər, o rayonlar ki, işğaldan azad olub, onların şəhər günləri qeyd olunur. Bugün Qubadlı şəhərinin günüdür. Günümüz mübarək olsun. İstərdim, bax bu saatla torpaqlarımızın azadlığı uğrunda ömürlərini fəda edən bütün şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edək. Bizim onlara borcumuz çoxdur. Bilirsiniz ki, Nərgiz Klinikanın nəzdində parazitologiya mərkəzi açılıb və bu açılışda da siz iştirak edirsiniz. Və qeyd etmək istərdim ki, bu parazitologiya elmi Məlahət xanımın adıyla daha da inkişaf etdi. Düzdür, mən həkim deyiləm, amma bilirəm ki, bir çox xəstəliklər məhz parazitlərdən əmələ gəlir. İnsanın o daxilində özlərinə yer tapmaq istəyirlər, yer də tapırlar, sonra da bir çox xəstəliklər əmələ gəlir. 28-dən çox məqaləsi var, dərc olunub. Bu da son deyil. 2022-ci ilin dekabr ayında İngiltərə Oxford Liderlər Summitində fəxri professor adına və qızıl medala layiq görülüb. Maşallah olsun.
2022-ci ildə Belçikanın Brüssel şəhərində keçirilən Avropa Tibb Assosiasiyalarının tədbirində fəxri üzv seçilmiş və tibbdə ixtiraları və rəşadətli xidmətinə görə diplom və medalla təltif olunub. Maşallah olsun. 6 Mart 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən tərəqqi medalına layiq görülüb. Qurtarmaq günüdür. Bütün bu fəxri adları öz alın təri ilə qazanıb. Və qeyd edim ki, Məlahət xanım Azərbaycan qadınının simasıdır. Bir daha qeyd edirəm ki, parazitologiya elminin inkişafı məhz Məlahət xanımın adı ilə bağlıdır. Sizə xanım, sizə xoş gördük. Eşq olsun Məlahət xanım sizə. Sizinlə fəxr edirik. Mən fəxr edirəm ki, Azərbaycan xalqının belə bir görkəmli, savadlı ziyalısı var. Mən ona fəxr edirəm. Öpürəm Məlahət xanım sizi. Sizə can sağlıq, uzun ömür arzulayıram. Kaş ki, xanımların çoxu sizi kimi olsun. Təşəkkür edirəm, fəxr edirəm sizi. Uğurların hər zaman daim olsun. Həqiqətən də əsl Azərbaycan xanımının adına layiq olan bir adı daşıyırsınız. Çox sağ olun. Həqiqətən çox fəxr edicidir. Biz hamımız, yəni burada üçümüz də Tovuzdanıq. Həqiqətən də çox sevinirəm, fəxr edirəm. Hər zaman xanımlarımız yüksəklərə qalxdıqca, uğurları çox olduqca əlbəttə ki, biz hamımız sevinirik. Çünki qadın qadına mütləq şəkildə dəstək olmalıdır. Bizim də fəxrimizsiniz siz. Bütün tək Tovuzun deyil də Azərbaycanın fəxrisiniz. Rəhmətli Gəlirə xanımın ən əziz rəfiqələrindən, əziz insanlardan biriydiniz. Hər zaman yəni sizə baxaraq fəxr edirik, uğurlarınız bol olsun və daim bu işdə yəni tükənməz olaraq fəaliyyətinizi davam edəsiniz. Bütün bu uğurların sahibi bir nəfərdir, o da Məlahət xanım. Hələ mən onları hissə-hissə səsləndirsəm, onda gərək heç kimə söz verməyək. Amma biz sizinlə fəxr edirik. Bax, bugün bura gələnlər Azərbaycanımızın ziyalılarıdır. Sizin sayədə uğurlarınızın ardı arası kəsilməsin inşallah. Çox sağ olun. Çox sağ olun, çox sağ olun. Təşəkkürlər. Həkimlərimiz var burada. Biz həmişə ən çətin anımızda telefonu götürüb kimə zəng edirik? Həkimlərimizə. Çünki onlar əllərindən gələni edirlər ki, bizim sağlamlığımız bərpa olunsun. Yəni, ən çətin anda belə. Mən həkimləri alqışlayıram. Ümumiyyətlə, bu Nərgiz klinikası üçün, ümumiyyətlə bizim ictimaiyyəti üçün parazitologiya elmi lazım olduğu insanlar üçün çox böyük əhəmiyyətli gündür. Bugün burada parazitologiya mərkəzinin açılması bir çox xəstələrin şəfasına yardım olacaq. Bir çox xəstələrin vaxtında, zamanında xəstələri aşkar edir və onların şəfasını tapmasına imkan verəcək. Bugünkü gündə mən bu klinikanın rəhbərini, çox hörmətli Məlahət xanımı bir daha təbrik edirəm. Bütün ictimaiyyəti təbrik edirəm. Çünki bu klinika xalqa, insanlara xidmət edəcək. Sizə uğurlar və xoşallıqlar. Sağ olun, çox sağ olun. Təşəkkür edirəm. Hafiz doktor, buyurun. Çox sağ olun, mən də təbrik edirəm hər kəsi. Məlahət xanımla biz daima qürur duymuşuq. Biz bir yerdə Pakistanda olmuşuq və həqiqətən də çox böyük işlər görmək istəyirdik. İnşallah zaman düşdükcə bu nətərdir, arzularımız həyata keçəcək. Bir Azərbaycanlı xanım kimi doğrudan da böyük bir fəxr edirik. Məlahət xanım həqiqətən qoçaq xanımdır. Yəni, çox işgüzar, intellekti, yüksək bir xanımdır. Ona görə də onun yanında olmaq, ondan həmişə birgə işləmək çox xoşdur. Təşəkkür edirəm, hamı təbrik edirəm bu gözəl parazitologiya mərkəzinin açılışında və ümidvaram ki, bunun səsi hələ uzaqlara gedəcək. Çox sağ olun. Qadın deyil, gözəl ola bilər, güclü ola bilər, amma ən əsası ağıllı olmaqdır. Çox sağ olun ki, belə bir gözəl müəssisəyə gətirmişsiniz və bu cür insanları bir yerə getirsiniz. Təbrik edirik, uğurlarınız bol olsun. Çox sağ olun. Çox sağ olun. Gəlin alqışlayaq Kəmili. Məlahət xanım həm bir bilikli həkim, gözəl rəhbər, çox gözəl təşkilatçı və bir sadalandı burada çox-çox ixtiraçı, yazar
və digər onun titullarını da sadalandı. Amma mən bir də əlavə etmək istərdim ki, bunların hər biri ilə yanaşı Məlahət xanım həm də ictimai xadimdir. Və o ictimai xadim kimi 105 illik tarixi 75 mindən çox üzvü olan Respublika Qadınlar Təşkilatında böyük bir səhiyyə departamentində rəhbərlik edir və bizim bütün keçirdiyimiz xeyirxah işlərdə öz töhfəsini verir. Tek özü deyil və bütün bu komandasıyla, həkimlərlə birlikdə bu töhfəni verir. Mən bir kəlmə, biraz da kənara çıxmaq istərdim. Bugün parazitologiyadan danışdıq, doğrudan da çox lazımlı, bugün lazımlı bir nöqtəyə toxunmuşuz. Həm uşaqlarımız, həm böyüklərimiz bu parazitlərlə doğrudan da məhv olub gedirlər, onları təmizləmək lazımdır. Amma deyərdim ki, bugün bizim siyasi arenamızda da belə parazitlər var ki, hansılarla ki, biz hamılıqla birlikdə mübarizə aparmalıyıq. Və sizə uğurlar diləyirəm. Bu gördüyünüz tədbirlərin, işlərin davamı daha çox olsun. Biz onun şahidi oluruq və görürük. Bəlkə çoxlarından çox görürük. Ona görə siz də bizə dəstək olursunuz. Biz xanımlar da sizə dəstək olur. Müvəffəqiyyətlər arzu edirsiniz. Məlahət xanım, sizi təbrik edirəm. Məlahət xanım həm həkimdir, həm gözəl anadır, həm gözəl rəhbərdir, həm gözəl bacıdır, həm gözəl dostdur. Və mən bilirəm ki, bu qədər insanları ətrafımıza yığmaqla, insanlara iş yer açmaq, hər bir adamın, mən deyərdim, bəzən kişilərin də çoxunu gücü çatmaz. Buna görə də mən Məlahət xanımı bir həkim kimi və bir sahibkar qadın kimi təbrik edirəm. Mən bilirəm ki, sahibkar qadın daha güclü qadınlara deyilir. Mənimlə razılaşarsınız, ha Gönül xanım. Daha güclü, sahibkar qadınlar daha güclü qadınlar hesab olunur. Təbrik edirəm sizi, uğurlar arzulayıram. Uğurlarınız daha da bol olsun. Sağ olun. Teşekkür ederim. Sağ olun. Çok sağ olun, teşekkür ederim. Diğer bir hanımız Gülşen Hanım, zəhmət olmasa. Gelin Gülşen Hanım'ı da alqışlayaq, İctimai Birlikdə çalışır rəhbəridir, buyurun. Teşekkür edirəm. Mən Məlahət xanıma uğurlar arzulayıram. Azərbaycan ictimaiyyətində tanınan, sayılan, seçilən bir hanımefendidir. Uğurlarınız bol olsun. Çok sağ olun. Teşekkür. Arzu Hanım da bugünkü tədbirdə iştirak edir. Arzulanan Arzu Hanım Bağırova, buyurun. Sizi gördüm, çok sevindim. Məmnun oldum məndən. Hörmətli tədbir iştirakçıları, əziz Məlahət xanım. Təbii ki, Məlahət xanıma da yaraşan budur, gözlədiyimiz budur. Yeniliklər, yeni işlərə hər zaman imzanızı qoymuşsunuz. Mən də sizə uğurlar arzu edirəm bu işdə. Bütün xanımlarımıza uğurlar arzu edirəm və gözəl xanımları bir arada görmək mənə də çox xoş oldu. Uğurlar Məlahət xanım sizə. Bugün parazitologiya mərkəzi açılır. Mən olsun içinin kafedə müdürü olub. İnşallah. Sağ olun. Elmlər doktoru, professor inşallah. Professor da artıq. Özdə elmini Oxford'dan. Maşallah, onda inşallah akademiki gözləyək. Təbrik edirəm, xeyirli uğurlu olsun. Sağ olun. Çok sağ olun, teşekkür ederim. Həmişəki kimi çok cəlb edicisiniz. Uğurlarınız bol olsun. Məlahət Qəhrəmanova deyəndə zaten hər kəs bilir ki, kimdir, nədir, öz gözəlliyi ilə, özəlliyi ilə. Onu demək istəyirəm, Nərgiz klinikası hər zaman xəstələrin sağlamlığını düşünür. Şərt o deyil xəstə olub gələsiz. Müəyyən yoxlamaları var, sizləri gözləyirik. Təmiz, qərəzsiz yoxlamalar Nərgiz klinikasında. Hər kəsə uğurlar arzulayıram. O qədər gözəl bir həqiqətən tədbirdir ki, sevinməmək qeyri-mümkündür. Təbrik edirəm. Belə xanımlarımızı görəndə qürurlanırıq. Çünki xanımlar özəldir, xanımlar gözəldir. Təbrik edirəm. İnşallah biz təkcə xəstəliklə yox, ümumiyyətlə yoxlanışlara gəlsinə təşəkkür edirəm. Təbrik edirəm bizlər. Çox sağ olun. Salam deyirəm mən də sizləri. Məlahət xanım təbrik edirəm. Uğurlu olsun, davamlı olsun inşallah. Eşq olsun həkimlərimizə. Var olsun. Bu mənim sahib olduğum olmadıqsın, ona görə çox danışa bildirəm, ancaq təbrik edirəm. Gələ bilərsiniz bura. Burada da sizi seviyorum. Sağ sözcülük gələm də, Məlahət xanım o yüzden mütəxəssisdir. Gələr bilərək də, Kamil sənə ehtiyac yoxdur, amma mənim sazıma ehtiyac. Öpürəm sizləri. Sizi mənə qədər tərbiyyən olmamışdı. Belə tərbiyə yox. Var olun. Arzumuz, istəyimiz bundan ibarətdir ki, indən sonra elə ölkəmizdə bu parazitologiya sahəsində yeniliklər mərkəzə çevrilsin, həqiqi bir mərkəzə çevrilsin. Uğurlar olsun.
Məlahat xanım öz imzasını atıbdır. Bəs bu imzasının sən demə, anadan gəlmə artıq növrəsi bəlliymiş. Adı Məlahət, soyadı da Qəhrəmandır. Bundan artıq da nə lazımdır həkim üçün? Özü də o adı çox gözəl doğruldu. Həm qəhrəmanlığı ilə, həm cəsarəti ilə, həm eyni zamanda məlahəti ilə. Bundan artıq bir söz yoxdur. Məlahət Qəhrəmanov artıq bir brenddir, bir imzadır. Bu imzanın altındakı keyfiyyət hər zaman var. Hər kəsi salamlayıram. Doğrudan da bura bizim üçün şəxsən doğma məkandır. Mən çünki burada böyümüşəm. Ümumiyyətlə Nərgiz klinikasına, Məlahət xanımın dəstək xətti ilə özüm illərdir televiziya sahəsində çalışmışam deyənə o vaxtlar yadımdadır. Şarın verilişini, yəni Məlahət xanımın anasının əməyi ilə belə deyək də qiymətləndirmək olardı. Çünki hər buraxılışımızda məhz insanların sağlamlığını təbii üsullarla, müalicə metodları ilə qorumaq lazımdır. Bu informasiyanı çatdırırdı. Ona görə bura bizim üçün çox doğmadır. Çox təşəkkür edirəm dəvətiniz üçün. Xeyirli uğurlu olsun. Gəlin alqışlayaq. Nərgiz klinikası, uğurlarınız bol olsun. Amin. Amin deyən dilləriniz də var olsun. Ağzımız həmişə şirin olsun. Parazitlərdən hər zaman uzaq olar. Əgər güzləşək, məkanımız Nərgiz klinikası olsun. Peşəkarlar olsun. Təbriklər. Gəl sevgilim, olmuşam sənə bilirsən. Sağlam ikən, hasta gittim. İndi nədən mənə gülürsən? Kaşlar gülmək, bu güllə sevmək. Sən mənə söz deyəndə, qalıb bilməyək. Zəmanədə fasız olarım. Sən sevdiğinlə doyarım. Bugün qeyd edelim ki, biz bir neçə gün qabaq, oktyabrın 3-də Beynəlxalq Parazitologiya konfransı keçirdik ki, bu Azərbaycanda ilk dəfə idi. Amma bugün Allahın köməkliyi ilə biz parazitologiya mərkəzinin açılışını eləyirik Nərgiz klinikasında. Nərgiz klinikası illərdir işləyir. Artıq biz parazitologiya üzrə öz ixtisaslaşmamızı göstərdik və bugündən parazitologiya mərkəzi olaraq çalışacağıq ki, bu da uzun illərdir bizim əməyimizin bəhrəsidir. Parazitologiya çox geniş bir sahədir. Bu ölkəmiz üçün nəinki bizdə, bütün dünyada bugün diqqət mərkəzində olan bir mövzudur. Biz çalışırıq ki, daha mükəmməl, daha yeniliklərlə əhalimizin xidmətində olaq. Xüsusi olaraq bizim insanlarımız, pasientlərimiz üçün burada hansı xidmətlər olacaq, hansı... Burada tibbin bütün sahələrini əhatə edir və həmçinin də parazitologiya sahəsi üzrə bütün lazım olan şərait var və biz həm də bunların tam təbii üsullarla müalicəsini həyata keçirəcəyik. Mənim ixtiralarım əsasında hazırlanmış, demək olar ki, bir çox bizim patentlər var və bu patentlər əsasında hazırlanmış məhsullarımız var. Parazitalgin siropumuz var, parazitalgin şərbətimiz var və həmçinin də antihelmət çayımız var ki, bunlarla tam müalicəni biz həyata keçiririk. Ona görə mən işimizə uğurlar arzulayıram. Özümü də çox təbrik eləyirəm ki, bu işlərin öhdəsindən gəlmişəm. Türkiyənin bir çox universitetlərindən əməkdaşlığımız var. Rusiyanın bir çox bölgələrindən, Özbəkistan, Qazaxıstan, bu ölkələrdə də mənim parazitalgin şərbətim və siroplarım, bunlar bugün hal-hazırda işlənir və ona görə də mən təbii ki, nəinki Azərbaycanda, başqa ölkələrdə də bunu daha çox təbliğ etməyə çalışacağım və həmçinin də çalışacağım ki, bizim ölkəmizdə bu daha mükəmməl olsun və mənim məhsullarım dünyanın bir çox ölkələrində satışı ola bilsin və insanlara faydalı olsun.